Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi kulubina, tabibi nufusina, şefi'i zunubina, Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi tayyibin tahirin el masumin ve la'nu daimu ala a'daihim ecma'in minel âne ila kıyami yevmiddin. İbadallah, usikum ve nefsi bi tekvallah. Əziz və hörmətli mömin qardaşlar, cümləmiz mübarək olsun. Özümü və sizi ilahi təqvaya, əməl eləməyə dəvət edirəm. Allah bizi həqiqi təqva sahiblərindən qərar versin. Allaha yaxınlaşmaq üçün ən fəzilətli, ən gözəl günlərdir. Ona görə yaxşı olar ki, məhərrəmlik məclislərini, heç hissəsini boş buraxmayaq. Fərq eləməz. Xütbədir, mərsiyyədir, rozədir, hətta çay məclisidir, çay verməkdir, xidmət eləmək. Heç balaca gözlə görməyək. Böyük ariflərin, böyük övliyaların, böyük şəxsiyyətlərin tövsiyəsidir İmam Hüseyin əleyhissalamın məclisləri xüsusən. Böyük bir dənə alim olub, Əlləmi-i Hilli eşidirsiniz. Onun oğlu deyir, atamı dəfn eləyəndən sonra bərzəxdə yuxumda gördüm deyir. Deyir, dedim, ata, nə cürə oldu axirət səfərin? Deyir, mənə buyurdu ki, Ləulə kitabul əlfeyn və ziyarətil Hüseyn lə əhləkətnil fətvaya. Deyir, əgər bu iki gördüyüm iş olmasaydı, fətvalarım məni həlak eləyərdi, müştehid idi. Biri buydu ki, deyir, İmam Əli əleyhissalamın vilayətini isbat eləyəcək bir kitab yazdım, 2000 dəlilli əlfeyn. Bir də deyir, İmam Hüseyin əleyhissalamın ziyarəti məni axirətdə üzü ağ elədi. Və bunun kimi hadisələr çoxdur. Böyük müştehidlər, mərcə-i təqlidlər, böyük alimlər bu məclislərə xüsusi əhəmiyyət verirdilər. Bu 10 gün böyük günlərdir. Bu 10 gün fürsətdir ki, insan ruhunu təzəliyə, özünə bir təzədən əl gəzdirə. İmam Hüseyin əleyhissalamın məclislərində xüsusi bir nuraniyyət var. Əhl-i beyt imamlarının hamısı hidayət çıraqlarıdırlar. Hamısı nurdur. Amma İmam Hüseyin ağanın vücudunda və məktəbində xüsusi bir Allah Taala bərəkət qərar verir. Başqa imamların hamısının vücudu bərəkətlidir. İmam Sadiq əleyhissalam buyurur, biz əhl-i beyt imamları hamımız nicat gəmiləriyik. Amma bizim cəddimiz Hüseynin gəmisi daha sürətli və daha genişdir. Yəni o gəmiyə hər kəsə, o gəmidə hər kəsə yer var. Əgər insan tapa bilsə, insan bu günlərdə özünü bu məktəbə, İmam Hüseyin əleyhissalamın məclisinə özünü tapşıra bilsə, eləyə bilər, o gəminin sakini olsun. Hürrü bir gecədə apardı o gəmi. Hür bir gecədə, Tasua gecəsi həmən gəminin sakini oldu. O ki, İmam Hüseyin əleyhissalamın qoşunun qavağını kəsmişdi. Amma bir an düşünmək, bir an oyanmaq, görürsən ki, bir neçə illik yolu bir gecədə gəldi Kərbəlada, xoşbəxtlərin sırasına qoşuldu. Ona görə çalışaq bu məclisləri inşallah yüngül tutmayaq. Bismillahirrahmanirrahim.
Rəyyan ibni Şəbib. Şəbibin oğlu Rəyyan. Dəxəltu alər Rıza. İmam Rıza aleyhisselamın deyir, yanına gəldim. Fi əvvəli yevmin minəl Muharrəm. Məhərrəm ayının ilk günüydü. Gəldim deyir İmam Rızanın yanına. Yəbnə Şəbib, əsaim əntə. Deyir İmam Rıza aleyhisselam buyurdu, Yəbnə Şəbib, ey Şəbibin oğlu, sən bugün oruçsan, oruç tutsan mı? Fəqultu la. Dedim, Yəbnə Rasulullah, Peyğəmbər evladı, mən xeyr, Məhərrəmin əvvəl günü oruç döyəm. Fəqalə aleyhisselam, İmam Rıza buyurdu, İnnə hazəl yevm huvəl yevmulləzi də'a fihi Zəkəriyyə Rabbəhu əzzə və cəl. Fəqalə, Rabbi həbli min lədunke zurriyyətən təyyibət innəkə səmi'ud dua. İmam Rıza aleyhisselam dedi, Yəbnə Şəbib, ey Şəbibin oğlu Rəyyan, bugün o gündür ki, bugün Zəkəriyyə əlini açdı Allahın dərgahına dua elədi. Allah onun duasını qəbul elədi. Belə dua elə, Rabbi, ayəd-i Quranda, Rabbi həbli min lədunke zurriyyətən təyyibətən innəkə səmi'ud dua. Dedi, Rəbbim, Həzrət Zəkəriyyə dedi, mənim Rəbbim, mənə bir dənə evlat ver, pak evlat ver. Burada da bir incə nöqtəyə işarə edilir. Deyir, Allahdan evlad istəyəndə, bövründə salihini, pakını da deyin. Peyğəmbərlər bu cürə dua eləyərlər. Deyir, ilahi mənə bir pak evlat ver. Həqiqətən sən duaları eşidənsən. Fəstəcəbəllahu ləhu. Allah onun duasını qəbul elədi və mələklərə əmr elədi ki, nida eləyin Həzrəti Zəkəriyyanı mihrabda namaz qıldığı halda yübəşşirükə bi Yahya. Ona Yahya'yı əta elədik, Yahya Peyğəmbəri. Sonra deyir, imam buyurdu, fəmən samə hazəl yevm. Dedi, Yəbnə Şəbib, ey Şəbibin oğlu, əgər bir nəfər bugünü oruç tuta, Məhərrəmin əvvəl gününü, Sümmə də'allah, sonra Allahı çağıra, İstəcəbəllahu ləhu kəmə istəcəbəli Zəkəriyyə aleyhisselam. Allah onun duasını qəbul eləyər. Necə ki, Həzrəti Zəkəriyyənin duasını qəbul elədi. Sonra İmam Rıza aleyhisselam buyurdu, Yəbnə Şəbib, ey Şəbibin oğlu, İnnəl muharrəm huvə şəhrulləzi kânə əhlul cahiliyyəti fîmā məzə yuharrimunə fîhi zulmə vəl-qital li hurmətihi. Dedi, ey Şəbibin oğlu, bu Məhərrəm ayı elə bir aydır ki, bu ayın haram olmağını, bu ayda qan tökməyi, zülm eləməyi cahiliyyət dövründə də qoruyurdular. Yəni, bu o ayın haram olduğunu qoruyardılar və bu ayda qan tökməzdilər cahiliyyət dövründə. Müharibələri saxlayardılar. Və buyurdu ki, فَمَا عَرَفْتَ هَذِهِ الْأُمَّةِ hurmətə şəhrəha və lə hurmətə nəbiyyəha. Amma de, bu ümmətdir, nə bu ayın hörmətini saxladı, nə Peyğəmbərinin hörmətini saxladı. لَقَدْ قَتَلُ فِي هَذَا الشَّهْرِ zurriyyətuhu. Bu ayda Peyğəmbərin evladını qətlə yetirdilər. Və səbbu nisa'əhu, ailəsini əsir götdülər və onların hörmətini sındırdılar və burada imam bir bəddua eləyir. Fəla qəfərallahu ləhum zəlikə əbədən. Allah onları heç vaxt bağışlamasın. Məsumun duası müstəcəb olar. Əgər məsum bir adama dua eləsə, onun duası müstəcəb olar. Bir nəfər dedi, mənim salamımı İmam Sadiq əleyhissalama çatdır. İmama getdi, salam çatdırdı. İmam da ondan ona salam göndərdi. Dedi ki, mənə salam göndərib. Yəni, mənim ona salam göndərməyim budur ki, o garanti altındadır. Əgər məsum ona nəzər eləsə, məsumun ona lütfu olsa,
o xoşbəxt olar. Yox, nauzubillah, məsum əlini qaldıra, bəddua eləyə, o dua müstəcab olar. Ey Şəbibin oğlu, in kuntə bakiyən li şeyin fəbqil Hüseyin ibn Ali ibn Əbi Talib əleyhissalam. Dedi, ey Şəbibin oğlu, ağlamaq istəsən, Hüseyin ibn Əliyə ağla. Başqa ağlamağın dəyəri yoxdur. Neçə gözlər qiyamət günü ağlamaz, biri Hüseyin ibn Əliyə ağlayan gözlər. Biri qiyamətin günündə ağlamaz, o göz ki gecə qalxa, Allah eşqindən, xovfundan ibadət eləyə, Allahla münacat eləyə. O gözlər qiyamət günü ağlamazlar. فَإِنَّهُ زُبِهَ كَمَا يَزْبَحُ الْكَبَاشِ. Dedi, Yəbnə Şəbib, Hüseyni bilirsən nətə qətlə yetirdilər? Hüseynin başını, dörd ayaqlının başını nə cürə kəsərlər? Mənim cəddim Hüseynin başını o cürə kəsdilər. Və qutilə mə'hu min əhli beyti 18 rəculən. Və onun ailəsindən 18 nəfəri qətlə yetirdilər. Yəni 18 nəfər Kərbəlada Bəni Haşimdən idi. Onlardan Peyğəmbərə ən oxşayanı Əli Əkbər idi. İnsanlar deyir, darxanda Peyğəmbəri görmək istəyəndə Əli Əkbərə baxardılar. İmam Hüseyin əleyhissalam buyururlar ki, Əli Əkbəri ki qətlə yetirdilər, tikə-tikə deyir, doğramışdılar, deyir, əbanın arasında gətdilər, deyir. Ma ləhum fil ərzi şəbihun. Deyir, yer üzündə o 18 nəfərə heç oxşayan insanlar yox idi. Və ləqəd bəkət səmavatu səbə və lə'razuli qətlih. İmam Hüseynin qətilinə 7 göyün qatı və yer ağladı. Və ləqəd nəzələ iləl ərzi minəl mələikədə 4000 nəsrih. Deyir, köməyinə Allah 4000 mələk göndərdi İmam Hüseyin əleyhissalamın Kərbəlada. Amma qəbul eləmədi. Rəvayətdə var, həmən mələklər Kərbəladadılar. İmam Hüseyin əleyhissalamın hərəmində zuhuru gözləyirlər. Fəvəcəduhu qəd qətələ fəhum ində qəbrihi şə'sun quburun ilə ən yəqumul qaim. Təvaf eləyərlər orada, dua eləyərlər, hətta Həzrət Məhdi zuhur eləsə o mələklər, gözləyirlər. Fəyəkunun min ənsarihi və şuairim ya ləsaratel Hüseyin. Deyir, onlar imam zamanın köməkçiləri olacaqlar və şuarları da budur. Ey Hüseynin intiqamını alanlar. Ki o muxtarnamədə var, ha, ya ləsaratel Hüseyin. Ey Hüseynin intiqamını alanlar. Yəbnə Şəbib, ey Şəbibin oğlu, atam mənə belə dedi, cəddindən belə nəql etdi. Elə ki, cəddim Hüseyin dünyasını dəyişdi, göy qan ağladı və torpaq qan ağladı. Ey Şəbibin oğlu, əgər Hüseyin ibn Əliyə ağlasan, sənin göz yaşların yanaqlarına tökülsə, Allah sənin elədiyin kiçik və böyük günahları bağışlayar. Əgər bu məclisdə qəmlənsən, gözündən yaş gələ yanağına, İmam Rızağa buyurur, Allah sənin günahlarını Qəfərallahu ləkə kullu zəmbin, hər bir günah ki eləyibsən, əcnəb, səğirən kanəv kəbirə, kiçik və böyük, qəlilən kanəv kəsirə, az və ya çox, bu məclislərin o gücü var. İnsanı paklayar. Yəbnə Şəbib, ey Şəbibin oğlu, əgər istəyirsən qiyamət günü Allahla görüşəsən və sənin heç bir günahın olmuya, fəzurəl Hüseyin əleyhissalam, İmam Hüseyni ziyarət elə. Ziyarətin fəlsəfəsi nədir? Gedib İmam Hüseyin əleyhissalamın qəbrindən öpmək, nə gözəl öpsən də nə gözəl. Kərbalada 10 gün qalmaq, hərəmin qırağında yatmaq, 4 gün yol getmək, yox. Ziyarətin mənası budur ki, ziyarət elədiyin adamın sifətlərini özündə cəmləşdirəsən. Buna deyirlər həqiqi ziyarətçi. İndi bu istəyir getsin, istəyir getməsin. İmam Rıza əleyhissalamın ziyarətnaməsində var, salam verəndə bu cürə veririk. Mən şəhadət verirəm ki, sən namaz qıldın, oruç tutdun, zəkat verdin, əmr-i beymarif elədin, nəhiyyəz münkər elədin, Allaha olduğu kimi ibadət elədin.
haramlardan çəkindirdin. İndi bir adam ziyarətə gedib namazına əhəmiyyət vermir, orucuna əhəmiyyət vermir, xumusuna əhəmiyyət vermir, əmr bemərufə əhəmiyyət vermir. Bu eləcə gedib turist kimi gəlib. Adam da var, İmam Hüseyin əleyhissalamın qəbrinə getməyib, bunlara daha çox əhəmiyyət verir. O Allahın dərgahında həqiqi zair hesab olunur. Nə gözəl də gedə və bunları da özündə cəmləşdirə xoşhalına. Deyir, əgər istəyirsən qiyamət günü Allahla görüşəsən, günahsız İmam Hüseyni ziyarət elə. Ayətullah Bəhcət rəhmətullah aleyhə sual verirlər ki, zamanənin imamını görmək olarmı Həzrəti Məhdiyi? Deyir, Şümür də öz zamanəsinin imamını görürdü. Bir yerdə idilər, deyir. Eyni dövrdə idilər, amma tanıya bilmədi. Tanımaq başqa bir şeydir. Deyir, ey Şəbibin oğlu, əgər istəyirsən cənnətdə olasan, Peyğəmbərlə bir yerdə Hüseynin qatillərinə lənət oxu. Ey Şəbibin oğlu, əgər istəyirsən Kərbəlada şəhid olanların savabına çatasan, onu yada salanda belə denən, ya leytəni kuntu ma'hu fəafuzu fawzan azima. Ey kaş mən də onlarla bir yerdə olaydum, onlar çatana mən də çataydım. Belədir dua ilə. Əgər bu hissə ziyarətnamələrdə var. Əhl-i Beyt əleyhimussalamı. Ey Şəbibin oğlu, əgər istəyirsən qiyamət günü bizlə bir yerdə olasan, bizim qəmmizə qəmlən, bizim sevincimizə sevinc. Və aleykə bi vilayətina. Və səni vəsiyyət edirəm, ey Şəbibin oğlu, bizim vilayətimizə. فَلَوْ أَنَّ رَجُلًا تَوَلَّى هَجَرًا لَهَشَرَهُ اللّٰهُ مَعَ يَوْمَ الْقِيَامَةِ. Sonra der İmam sözünün axırında belə buyurdu. Dedi, ey Şəbibin oğlu, əgər bir nəfər daşı da sevsə, daşa məhəbbət göstərsə, qiyamət günü Allah onu onunla məşhur eləyəcək. Əgər istəyirsən bizlə məşhur olasan, sənə bizim vilayətimizi tövsiyə eləyirəm, bizim məhəbbətimizi tövsiyə eləyirəm. Bu məclislər çox böyük məclislərdilər. Əgər bu məclislərdə insan Allahın mərifətinə, halal haramlara çatsa, o Hüseynin məktəbinin həqiqi qayəsini yaşasa xoşhalına, təəssüflər olsun, bəzən görürsən ki, məclisin zahiri qorunur, amma batinindən xəbər yoxdur. Məsələn, görürsən ki, namaz vaxtıdır, namaz vaxtı mərsiyə gələk saxlanılar. Çünki İmam Hüseyin namaz vaxtı Kərbəlada müharibəni saxladı ki, namazı bərpa eləsinlər. Yəni, məclisin zahirlərində savab var. Amma o batini ki, İmam Hüseyin əleyhissalamın məktəbdir və bugün o məktəb özünü dünyaya sübut elədi, bax, onu gələk diri saxlayasan. O vilayət xətti ki, bugün zülmə baş əymədi və bugün də baş əymir, o İmam Hüseyin əleyhissalamın məktəbinin balalarıdırlar. Dünyanın gözünün önündə dayandılar zülmün qabağında. O zaman İmam Hüseyin əleyhissalam dedi ki, mənim kimisi sənin kimisinə beyət eləməz, Şümrə dedi. Dedi, misli la yubayu mislək, heç vaxt mənim kimi adam sənin kimi adama beyət eləməz. Onun balası da bugün dedi, mənim kimi adam, sənin kimi alçaq, rəzil bir adamı beyət eləməz. Bu məktəb o məktəbdir. Bu məktəb izzətli məktəbdir. Əgər bu məktəbi olduğu kimi dərk eləsən, dünya və axirətdə səadət qapıları sənin üzünə açılacaq. Şəxsiyyətli bir adam olacaqsan. Dünyada da, axirətdə də. Ölümün də şəxsiyyətli olacaq. Allah inşallah bizi məhərrəm məclislərinin hörmətini saxlayıb və onlara əməl eləyənlərdən və istifadə eləyənlərdən hamılarımızı qərar versin inşallah. Allah bu məclislərin hörmətinə hər yerdəki keçiriləcək, Allah ali dərəcədə qəbul eləsin. Bir məsələyi də diqqətinizə çatdırayım. Bu məclisin sahibləri məsumların özüdür. Birinci xanım Fatimə-i Zəhradır, biləsiniz. Rivayətlərdə var, bu məclislərin sahibi xanım Zəhradır. Və bu məclislərin sahibi İmam Zaman ağadır.
Görürsənmi bir yerə gedəndə ev sahibini axtarırsan ki, baş sağlığı vermək. Bir-iki qapının ağzında durub, gələn balalarının yasını gələnlərə çıxanda imama baş sağlığı verir. Ona görə çalışaq bu məclislərdə çox diqqətli olaq. Mərhum Kovsəri var idi, Seyyid Kovsəri. O İmam Xomeyninin xüsusi rozaxanı idi. O deyir, mən bir dəfə bir roza məclisindən gəlirdim, deyir, çox yorulmuşdum. Cavanlar deyir, qavağımı kəstilər, dedilər, Seyyid, bizə də bir roza oxu. Dedim, yornuğam, dedim, ant veririk səni. Deyir, otdum, deyir, bir daşın üstündə qaranlıq gecə idi, oxudum roza, bunlar ağladılar. Gətdilər, deyir, mənə bir istəkən çay verdilər, deyir. Mənim, deyir, adətən, deyir, çay içmək xüsusiyyətim yox idi, heç bir məclisdə. İstəkən, deyir, biraz kirli idi. Kirliliyinə görə yox, deyir. Çay içmək adətim döydü, bu uşaqların başı qarşında çay töktüm, deyir, qaranlıqda yerə. Gəldim, deyir, yatdım, məna aləmində Həzrət Zəhranı gördüm, yuxuma gəldi. Dedi, Seyyid, mənim evladıma çox gözəl məclis keçirdin, Allah qəbul eləsin. Amma mən verdiyim çayı naxaq yerə tökürdüm. Yəni, bu məclislərdə çox diqqətli olmaq lazımdır. Bunların sahibi Əhl-i Beytdir. O əza sahibləri Əhl-i Beytdir. Bilməzsən, bir stəkan çay səni aralara aparar, bir stəkan su, birinin ayaqqabısını cütləmək, böyük məclislərdə çalışaq inşallah, əldən verməyək bu 10 günü ki, hər yerdə, fərqi yoxdur, Hüseyniyələr, məscidlər, evlər, harada keçirirsə, və selamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Vəl-əsr innəl insanə ləfi xusur illəl-ləzinə əmən və amilussalihat və təvasov bil-haq və təvasov bil-sabr. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil amin. Habibi kulubina, tabibi nufusina, şefi'i zunubina, Ebu'l Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beyti tayyibine tahirinel ma'sumin وعلى علي ووسيه وخليفته مولانا ومولى الموحدين أمير المؤمنين علي بن أبي طالب وعلى حبيبته أم الحسن والحسين سيدة نساء العالمين فاطمة الزهراء سلام الله عليها وعلى الحسن والحسين سيدي شباب أهل الجنة وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والقائم الحجة المهدي عجل الله تعالى فرجه الشريف أئمة المؤمنين وحماة المستضعفين عباد الله أوصيكم ونفسي بتقوى الله. Özümü və siz əziz qardaşları ilahi təqvaya əməl eləməyə dəvət edirəm. Allah Kur'an-ı Kerim'de buyurur ki Bismillahirrahmanirrahim. Enkebut 40. ayette buyurur ve kullen ehazna bizembihi. Onların der her birini öz günahlarına göre yakaladık. Feminhum men erselna aleyhi hasiben. Onların bəzilərinin üzərinə külək göndərdik. Və minhum mən əxəzəthu səyhətu. Və onların bəzilərinin üzərinə qorxuducu səs yolladıq. Və minhum mən xəsəfnə bihil ərz. Və onların bəzilərini yer öz təhnə çəkdi, yəni yerə batdılar, yer qərq elədi onları. Və minhum mən əğrəqna, onlardan bəzilərini suda qərq elədik. Və ma kanallahu liyəzliməhum və lakin kana anfusahum yəzlimun. Allah buyurur, biz onlara zülm eləmədik, bəlkə özləri özlərinə zülm elədilər. Bu dəstələr kimlər idi, əziz qardaşlar?
üzərlərinə ki, şiddətli yel gəldi və rəvayətlərdə var ki, həmən küləkdə, yeldə cığı daşlar da var idi, o Lut əleyhissalamın qövmüdür. Allah Lutun qövmünə bir dənə külək göndərdi, daş da var idi içərisində. Luta da dedi, çıx, tərk elə dedi, şəhəri. Və o ki, səs yolladı və öldürücü səs idi, Həzrəti Salihin qövmüdür. Onlar ki, Həzrət Salihin dəvəsini öldürdülər. O ki, Allah Teala yerə çəkdi və yerin altına aldı, o Qarun idi, Quranda var Qarun. O ki, Allah qərq elədi suda, Firon idi. Allah Teala deyir, biz heç kimə zülm eləmədik, bəlkə onların özlərinə zülm elədilər. Məsumların, əhl-i beyt imamlarının və peyğəmbərlərin ən önəmli və ən öndə duran missiyalarından biri zülmə qarşı mübarizə aparmaq idi. Zülmə qarşı. Yəni zülmün əleyhinə mübarizə aparmaq. Fərdi zülmlərə qarşı, ictimai zülmlərə qarşı. Zülmün özü İslam dinində ən rəzil sifətlərdən biridir. Allah nə Quranda zülmü tərifləyir, nə zalimin yanında durmağı tərifləyir, nə zülmə dəstək olmağı tərifləyir, nə də zülmü qəbul eləməyə müsbət baxır. Bəzən zülmü qəbul eləməyin özü də günahdır. Allah Quran-ı Kərimdə buyurur ki, məzlumlar de qiyamət günü Allaha deyəcəklər ki, bu zalimlərə 2 qat əzab ver. Deyir Allah deyəcək ki, sizin hər birinizə 2 qat əzab veriləcək. İnsan gələk bəzən, bəzi vaxtlarda zülmə razılaşmıyor. Zülmünü qəbul eləmək olmaz. Əleyhissalam buyurur, nə zülm eləyin, nə zülmə boyun əyin. Bu bizim İslam dininin ən önəmli və ən başda duran proqramlarından biridir. Zülmə qarşı mübarizə, zülm eləməmək, zülmə boyun əyməmək, zülmə səs çıxartmaq. Görün, Əli əleyhissalam nə buyurur? Əli əleyhissalam buyurur, and olsun Allaha, əgər məni gecə soğudan tikanlarının üzərinə uzadalar, o tikan ki, insanın bədəninə dəyəndə bədənini parça-parça eləyər. Mən deyir, o gecəni o tikanların üstündə yatam və mənim boynuma, əlimə zəncir salalar, bağlayalar məni, küçə-küçə, bazar-bazar məni dolandıralar. Bu 2 hal mənim üçün daha xoşdur, daha yaxşıdır ki, qiyamətin səhnəsinə gedəm, hansısa da bir bəndiyə zülm eləmiş halda. Bu hallar mənə deyir, çox rahatdır. Bundan ki, mən qiyamət səhnəsinə daxil olam, mənə deyərlər ki, əmir əl-müminin, nauzubillah, sənin boynunda filan bəndənin günahı var, zülm eləyibsən ona. Fiziki zülm var, mənəvi zülm var. Qeybət eləyirsən, ona zülm eləyirsən, qəlbinə dəyirsən, baxışınla narahat eləyirsən. Yəni, hər tərəfli eləyə bilərsən, sən kiminsə da narahat eləyəsən, haqqına girəsən. Və buyurur ki, Əli əleyhissalam, and olsun Allaha, əgər 7 göyün qatının arasında olanları mənə verələr və yerdə olanları mənə verələr, mən qarışqanın ağzında apardığı taxıl qabığını onun ağzından almaram. Zülm eləmərəm ona. Yəni, bu həddə önəmli məsələdir. Malik Əşlərə də əhdnamədə yazıb. Deyir, insanlar 2 dəstədirlər. Ya din qardaşlarındılar, ya da insandılar. Heç vaxt onlara zülm eləmə.
fərq eləməz. Ya sənin müsəlmandılar, ya da qeyri-millətdir. Sənin ixtiyarın yoxdur ona zülm eləməyə. Onları deyir, iki dəstəyə bölürsən deyir. Ya insandılar, ya müsəlmandılar. Ya sənin əqidə qardaşlarındılar, ya da Adəmin evladlardılar. Heç halda onlara zülm eləmə. İnsana verilən hər nə ki insanın əlində var, onlar hamısı əmanətdir. Onların həqiqi sahibi Allahdır. Sənin əlindəki pul var, sən qazanıbsan, o sənin deyil. Sən onun müvəqqəti sahibisən. Həqiqi sahibi onun Allahdır. Allah buyurur ki, hər şeyin həqiqi maliki, mülk Allaha məxsusdur. Sən onun müvəqqəti əmanətləri sən əlindədir. Vəzifə də o cürədir. Mənim ki vəzifəm var, burada, birinin ki başqa yerdədir, o vəzifələr onlara əmanətdir. O vəzifələri onlara ona görə veriblər ki, o vəzifədən insanlar üçün xidmət eləyəsən, öz çıxarların üçün yox. O vəzifə sənin əlində əmanətdir. Fərq eləməz, indi o vəzifə bir şəhərin merliyidir, bir parlamentin deputatlığıdır, bələdiyyə deputatıdır. Onlar sənə verilib ki, sən orada yaşayan, məntəqədə yaşayan insanların problemlərinə kömək eləyəsən, əlindən gəldiyi qədər. O sənin vəzifəndir. Sən heç insanların başını heç dolandırmayasan. 5 illə, 10 illə, 6 illə, aylarla, yəni bunlara bir çıxış yolu göstərəsən. Çünki səndən onu gözləyirlər. O sənin əlində əmanətdir. Allah onu sənə əmanət verib. Və o vəzifədən insan gələk, milləti üçün, eli obası üçün istifadə eləyə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Allahu səməd. Ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd.